Məsələn, həllinə baxaq. Toplu birincisi səhifə 29, 49-cu tapşırıq. Deməli, burada şərtdə deyir ki, eyni şəraitdə bərabər həcmə malik. Əgər bərabər həcmə malikdirsə, deməli, molları da bərabərdir, dedik. Molekul sayları da bərabərdir. İndi molu deməli 3 moldursa, bunların deməli həcmləri də onda 3 vur 22 onda 4-dür. Həcmləri bərabər deyirsə, onda burada da 3 həcm nə var? Metan qazı var. Dedik ki, birinci və ikinci qablarda qazların kütlələri bərabərdir. İndi yazaq. 1,5 vuraq kütlələri dediyinə görə SK6-nın emerini hesablayırıq kənarda. Deməli, karbon 12-dir. 12-ni 2-yə vururuq 24. Üstə gələ hidrogen də 1-dir. 6-ya vururuq 6, 30. Deməli, burada vururuq 30-a. Üzərinə gəlirik. 1,5 vurulsun. X-i tanımırıq, yəni kütləsinə. Kütlələri deyir bərabərdir. Onda metana da nə yazacağıq? 3 vuraq. Metanın da kütləsi 12 üstə gələk 4, yəni 16 qram edər. Bunu vurduq elədik 45, üstə gələk 1,5 x bərabərdir 48. 1,5 x bərabərdir 3, x də bərabərdir 2. Deməli, x qazının molar kütləsi 2 qram edər.